Qalım ya gedim, bu sual içində qalmısan, söhbət işdən də gedə bilər, söhbət ilişkidən də gedə bilər. Söhbət səni narahat eləyən, bu sorğuları yaradan bir hadisədən, bir situasiyadan, bir münasibətlə əlaqədardır. Yenə deyirəm, bu iş sahəsində də ola bilər, münasibət sahəsində də ola bilər. Gəl baxaq. Birinci kartlar qalım, qalsan necə olacaq və ikinci kartlar getsən necə olacaq? Gəl birinciyə baxaq. Hazırki situasiyada qalsan, tutaq ki, hazırki münasibətdə, iş yerində və yaxud da ki, hazırki situasiyada qalsan, sənin üçün xeyirlidirmi? Çətinlik ola bilərmi? Nədir çətinlik? Sənə dəstək olacaqmı hardansa? Və qalsan, istədiyin baş tutacaqmı? Və bu qalışdan razı qalacaqsanmı? Gəl buna baxaq. Qalsan sənin üçün xeyirlidirmi? Əslində sənin qalışın səni belə deyim də öz gücündən şübhə yarada bilər. Yenə qarışıq enerjide qala bilərsən. Düzdür. Nə qədər çətinliklər olsa da stabilliyini qorumaq üçün düşünə bilərsən ki, qalsam yaxşıdır. Və həmçinin bir şey deyim, qalsan da sənin elə bir gücün var ki, bu mübarizələri həll edə bilərsən. İstədiyin bir duruma sala bilərsən əslində qalsan. Sadəcə fikirlərində qarışıqlıq olacaq, qalsan hansı enerjide olacaqsan. Qalsan sadəcə stabil enerjide olacaqsan. Bu nədirsə sənin komfort zonanla əlaqədardır, işinlə əlaqədardır. Stabillik olacaq, amma bu qarışıq enerjilərin yenə də davam eləyəcək, qarışıq sorğu sualların və daima sorğu sual içində olacaqsan, qalsan. Budur sənin üçün. Xeyirlidirmi, zərərlidirmi? Deyil də, burada sorğu sual içində olacaqsan. Gəl buna baxaq. Çətinlik olacaqmı qalsan? Çətinlik tupik. Tupik состояние olacaq, tupik bir durum, yəni belə deyim də durğunluq dövrü olacaq qalsan, yəni vəziyyətin hansısa bir şəkildə davam edəcəyini, düzələcəyini düşünürsənsə, yox, olduğu yerdə davam eləyəcək vəziyyət. Və sən elə bir состояниеdə durumda olacaqsan ki, gözünün qarşısında olan şansları görməyəcəksən, yəni belə deyim də, arxanda olan şansları görməyəcəksən. Sənin gördüyün sadəcə olacaq ki, olan vəziyyət budur, dəyişiklik yoxdur, heç bir dəyişiklik olmayacaq. Belə deyim, dəstək olacaqmı bəs? Hansısa çətinliklər olsa? Yox, dəstək deyil. Sadəcə sənin özünün ruhsal bir durumunla əlaqədar olacaq. Bu durumu düzəltmək üçün, dəyişmək üçün dəstək gözləyirsənsə olmayacaq. Qalsan bəs bu durumda, bu iş yerindəmi, bu münasibətdəmi, bu situasiyadamı qalsan, yəni heç bir şey dəyişmədən qalsan, nəticədə istədiyinə nail olacaqsanmı? Nəticədə istədiyinə nail olacaqsanmı? Yox. Alma vermə dəngəsi pozulacaq. Bu əgər qalsam tutaq ki, maaş yüksəlişi olacaqmı? Yox, olmayacaq. Vəzifə yüksəlişi olacaqmı? Yox, olmayacaq. Fikrindəki insan ədalətli şəkildə, belə deyim də, enerjinin balansı olacaqmı? Bərbahası olacaqmı? Yox, olmayacaq. Yəni sadəcə belə deyim də tükənəcəksən. Tükənmiş şəkildə qalacaqsan. Dəyişik bir durum yoxdur. Qalsan razı qalacaqsanmı bu durumdan? Qalmağından razı qalacaqsanmı? Yenə deyirəm, sən elə bir insansan ki, belə deyim də, olan bütün çətinliklərdə, situasiyalarda kiçik bir xoşbəxt məqamlara dəyər verən, böyüdən bir insansan. Yenə deyirəm, gözünü buna yuma bilərsən, qalsan. Və həmçinin qalsan, yenə də istədiyin stabilliyi bərpa eləyə bilərsən. Sadəcə biraz gec olacaq, biraz zamanı gec olacaq. Ancaq burada qalsan, məsələn, yeni bir duruma keçəcəksənmi? Yeni bir duruma keçəcək. Qalsan istədiyin nəticəni əldə eləyəcəksənmi bu münasibətdən və ya bu durumdan? İstədiyin nəticəni əldə eləməyəcəksən yenə də. Sadəcə qalsan deyəcəksən ki, hə, kasıbın olanından tutaq ki, bu işim var və ya bu münasibətim var, bu durumum var. Sadəcə özünlə xoşbəxt olmağa çalışacaqsan, özünlə, yəni şükür eləməyə davam eləyəcəksən. Sən zaten şükürlü insansan, şükür eləyirsən hər durumuna. Ancaq bu qarışıq durum, situasiya, gəl belə baxaq. Bəs qalsan bu situasiya, bu qarışıq durum həll olacaqmı istədiyin kimi? Yox, həll olmayacaq. Olduğu yerdə də qalacaq. Vəziyyət dəyişməyəcək. Okey, gəl baxaq bəs. Getsən sənin üçün necə olacaq? Digər kartlarla baxırıq. Əgər bu durumdan getsən, bu iş yerindən, bu münasibətdən, bu yerdən, bu situasiyadan getsən, sənin üçün xeyirlidirmi? Çətinlik nədir? Olacaqmı? Dəstək olacaqmı sənə bu çətinliyi həll etmək üçün? Getsən istədiyinə nail olacaqsanmı?
və gedişindən sonradan razı qalacaqsanmı? Gəl baxaq, getməyin sənin üçün xeyirlidirmi? Getməyin sənin üçün əslində, bəli, xeyirlidir. Yeni bir yoldur, yeni bir enerjidir, stabillikdir. Burada yəni elə bil ki, artıq bitmiş bir şeyi bitirirsən və yeni bir yola çıxırsan. Və yeni bir yolda sənin üçün həm maddi balansdır, həm stabillikdir, həm enerjinin bərpa olmağıdır. Sənin üçün xeyirli gəlir. Həm də elə bil özünü qoruyursan hansısa bir çətinlikdən. Bəs getməyində sənin üçün çətinlik olacaqmı? Getməyinin qarşısında duracaq insanlar olacaq. Getməyinə mane olmağa çalışanlar olacaq. Bax, yolun üstündə müəyyən bir manelər olacaq. Amma o maneləri aşa bilərsən yəni. Narahat olma. Aşmağa çalışarsan sadəcə getməyinə mane olacaqlar. Çünki səndən olduğun yerdə kimlərsə xeyir görür və yaxud da ki, olduğun münasibətdə kimlərsə xeyir görür, çıxar görür və getməyinə mane olmaq üçün yəni hansısa bir manipulyasiyalar eləyə bilərlər. Bəzilərinizdə hətta bağlılıq, bəzilərinizdə sözlə bu fikrinizdən saxlamağa çalışarlar. Dəstək olacaqmı sənin getməyinə? Getməyin üçün dəstək olacaqmı? Dəstək sadəcə özünün daxili kontrolun olacaq və burada əgər bir insandan dəstək gözləyirsənsə, burada bir yox, iki insandan dəstək düşünürsən, amma askıda qalmış bir durumdur. Yəni, gözlədiyin dəstək yoxdur ki, dəstək sadəcə özün bəs gedə biləcəksənmi, özün alındıra biləcəksənmi? Sadəcə özünə güvənərək yol aça bilərsən, sadəcə özünə güvənərək addım ata bilərsən. Özün bunu bacaracaqsanmı? Özün bacaracaqsan, düzdür, biraz gec olacaq, amma bunu bacara bilərsən özün. Amma iki nəfərdən sadəcə öz gücünə güvənərək, öz daxili kontroluna güvənərək addım atmalısan. Yəni, kiməsə görə fikirləşib, buradan çıxıb başqa yerə gedəcəm deyə yox da, artıq özün qərar verib, özünə güvənərək addım atmalısan. Okey, getsən bəs istədiyin olacaqmı? Getsən istədiyin baş verəcəkmi? Əslində belə bir şey var. Getsən, qaldığın yerlə əlaqədar müəyyən bir gizli məqamlar açılacaq. Hazırda hansı durumdasansa, gedəndən sonra, situasiyadan çıxandan sonra, münasibətdən, iş yerindən sonra bəzi bir yalanlar açılacaq, münasibətlə əlaqədar müəyyən bir situasiyalar açılacaq. Belə bir şey var. Sadəcə, belə deyim də, istədiyin olacaqmı getsən, burada olacaq, amma müəyyən bir kanalları kəsmək şərti ilə getsən, bu durumdan getsən, istədiyinə nail olacaqsanmı? Yenə baxaq, bəli, nail olacaqsan. Öz gücünlə nail olacaqsan və yenə deyirəm, getsən əslində qaldığın yerdə, olduğun situasiyada nə qədər yalanların, nə qədər gizli məqamların üzə açıldığını, üzə çıxdığını görəcəksən və deyəcəksən ki, yaxşı ki çıxmışam bu situasiyadan, yaxşı ki getmişəm. Razı qalacaqsanmı getsən gedişindən? Əlbəttə ki, razı qalacaqsan. Gücün bərpa olacaq, enerjin bərpa olacaq. İstədiyin hər bir şeyə nail olacaqsan. Burada bollluq, bərəkət enerjisi var. Burada məsələn, tutaq ki, münasibətdən ayrılıb yeni bir ilişki olacaq. Bəli, yeni sevildiyin bir yer, özünün gücünə, gücünü bəyəndiyin, özünün gücünü gördüyün bir yer olacaq. Yəni getsən. Narahatçılığın var ki, getsən birdən istədiyim alınmaz. İstədiyin alınacaqmı gedişindən? Razı qalacaqsan. Razı qalacaqsan gedişindən. Bax, bütün bu sıxıntılar, problemlər həll olacaq və yeni bir ilişki, yeni bir münasibət olacaq. Amma getsən də tutaq ki, bu keçmişlə əlaqədar, tutaq ki, münasibətdən ayrılırsansa, bu insan bir müddət səni narahat eləyəcək. İşindən ayrılırsansa, ola bilsin ki, bir müddət tutaq ki, belə deyim də, təzə iş tapmayana qədər düşünəcəksən ki, gərək çıxmazdım, amma sonradan anidən elə bir, belə deyim də, tutaq ki, işlə əlaqədarsa elə bir riski bir iş təklifi gələcək ki, deyəcəksən, ay Allah, nə gözəl bir şansdır. Elə bir anidən bir tanışlıq olacaq ki, deyəcəksən ki, nə yaxşı ki getmişəm, bax, belə bir şey var. Bu qədər. Aldım, qəbul etdim, yaz ətrafı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.